Niyə çərşənbəsidir? Yel çərşənbəsidir. Milli bayramımızdır. Həmişəki kimi yel çərşənbəsində də, o çərşənbəsində də hamımız bayramımızı qeyd edirik. Yığışırdıq uşaqlarla, tonqal qalayırdıq, təkər yandırırdıq, şən keçirdik. Yel çərşənbəsinin hansı adətlərini bilirsən? Tonqalın üstündən tullanırlar uşaqlar, böyüklər, uşaqlar hamısı bir yerdə papaq atırlar, yalla çəkirlər, rəqs eləyirlər. Yel çərşənbəsində əsən soyuq və isti küləklər yazın gəlişindən xəbər verir. Gün ərzində küləyin istiqamətini bir neçə dəfə dəyişməsi, havanın təmizlənməsi, yenilənməsi kimi qəbul edilir. Yel Novruzun 3-cü çərşənbəsidir. İnanca görə təbiətin qış yuxusundan oyanışını küləyin vasitəsilə torpağın, suyun və odun hərəkətə gəlməsini simvolizə edir. Yel çərşənbəsi ilə bağlı illərin sınağından çıxaraq bu günümüzə qədər gəlib çatan deyimlər, atalar sözləri var. Məsələn, yellə gələn sellə gedər, yel apardığını qaytarmaz, yel aparan yelinki, yerdə qalan mənimki, yel qayadan nə aparar? Xalq arasında bu çərşənbə külək oyadan, çərşənbə küləkli, çərşənbə yerli çərşənbə kimi də tanınır, adlanır. Yer çərşənbəsi xalqımızın qədim dünya görüşünü və təbiət hadisələrinə olan münasibəti özündə əks etdirən böyük mərasim hadisəsidir. Azərbaycan mifoloji təfəkküründə yerin bələşçi olması da təsvir edilir. Yel çərşənbəsi bizi bahara biraz da yaxınlaşdırır. İlaxır çərşənbələrdən üçüncüsü hesab edilən yeli də tonqal ətrafına toplaşmaqla qeyd edirik. İnanca görə yer çərşənbəsində ağac altında durub niyyət edərlər və yer babanı köməyə çağırırlar. Əgər həmin anda mühiss etsən və ağacın budaqları yerə toxunsa, deməli arzu yerinə yetəcək. Nənələrimiz alqış eləyəndə deyirlər ki, üzünüzdə ağ yellər əssin. Qarğış eşidəndə və ya pis söz eşidəndə deyərlər, ağzınızdan qara yellər aparsın. Xüsusən rayonlarda və kəndlərdə yaşayan insanların əkin biçinində, onların zəmilərində həzin küləklərin olması torpağın yavaş-yavaş oyanmasına işarədir. Yel çərşənbəsində evlərdə südlü plov bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən qovrulub hazırlanan çərəzlər, şirniyyatlar düzülür. Gülnar İlqar qızı, Zaur Həşimov, Telesəhər.